Burada elə ona uyğun bir xanım sual verir və soruşur ki, yaranan hər şey deformasiyaya uğradı. Kimi zamanla bizim gözəl dinimiz İslam dinində elə hala gəldi ki, doğru məhzəbin nə olduğu bilmək çətin olur. İslam dini deformasiyaya uğramayıb. İslam dini necə var elədir. İnsanlar yəni, informasiya baxımından yəni. İnsanlar sadəcə dinlərindən uzaq düşdülər. Ona görə hər bir şər başlarına gəldi. Məğlubiyyət, zəlalət, fitnələr, fəsadlar. Ona görə Peyğəmbər s.ə.v qiyamətə yaxın İslam ümmətinin zəif olmasını vurğulayanda necə ki hədislərin birində sallallahu aleyhi ve sellem danışanda ki, yəni İslam ümmətini, yəni digər düşmənlərin qəlblərindən qorxu çıxacaq onlara qarşı səhabə nə deyir ki, qillətin yevmeydin ya Rasulallah. Deyir ki, məgər biz həmin vaxt az olacağıq? Deyir ki, yox. Siz çox olacaqsınız. Sadəcə selin qabağındakı çör-çöp kimi olacaqsınız. Və Allah Teala o izzəti sizə, necə ki başqa hədisdə gəlir ki, o izzəti sizə qaytarmayacaq ta ki dininizə qayıtmayınca. Ona görə insanlar Allahın dinindən uzaq düşdülər. Allah və elçisinin gətirdiyi şəriətlə kifayətlənməyib özlərindən əlavə nələrsə uyduran insanların dininə tabe oldular. Bəli. Hansısa təriqətlərin, hansısa yolun, hansısa uçan şeyxlərin və s. yollarını Peyğəmbər s.ə.v-in yolundan üstün saydılar. Bəli. Ona görə də onlar necə deyir, həmin insanlar deformasiyaya uğradı. Şəriət yox. Şəriət elə qalıb. İslam dini necə var? Zamanında necə olubsa İslam. Elədir. Elə də qalıb, əlhamdülillah. Kitablar var, dəlillərlə bizə gəlib günümüzə qədər satıb. Sadəcə qardaş dediyi kimi, həqiqətən də insanlar çalışıblar nə etsinlər. Görürsən, kimisi düşmənçilik məqsədi ilə, kimisi cahilliyi ilə Allahın dinini etməyə, yəni çalışıb ki, bu cür məzhəblərin, təriqətlərin yaranmasına, törənməsinə səbəblər olur. Amma əlhamdülillah din elə qalıb Peyğəmbər s.ə.v. Ona görə də bu günləri biz gəlib insanlara deyəndə ki, qardaş saqqal saxla, o dillə bula Vahabi. Vahabilik ilə bu saqqalın nə əlaqəsi var? Bütün peyğəmbərlər saqqal saxlayıb. Abu Bakr, Ömər, Həzrət Əli, İmam Hüseyn hamısı saqqal saxlayıb. Bunun ona nə adiyyəti var? Ona görə də insanlara biraz qəribə gəlir. Çünki indiyə kimi biz ancaq Molla Əmilərin danışdığı nağıllara qulaq asmışıq. Molla Əmilər girirlər yas yerinə, nə gəldi danışırdılar. İnsanlar da ağızlarını ayırıb dinləyirdilər. Amma biz gəlirik inşallah doğru, haqq olan din gəlib və insanlara çatdırır ki, o Molla Əmiyə inanma da. Allah Quranı göndərib. Sən evdə Quranı büküb qoyursan yuxarı, üstünü bağlayırsan. Ancaq ildə bir dəfə götürürsən, gözünün üstünə öpürsən, qoyursan təzdən. Amma Allah Taala onu göndərib, sən oxuyub əməl edəsən və o ilə də nə edəsən? Yaşayasan o kitabla. Və sən onu qoymusan ora. Əlbəttə ki, sən dini bilməyəcəksən onda. Ona görə və sonra da deyəcəksən ki, din nədir? Deformasiya, informasiya uğrayıb bu qədər məhzəblər, təriqətlər çıxa bilər. Amma Peyğəmbər s.ə.v-in buyurduğu haqq olan din qalıb və qiyamətə kimi də qalacaq. Çünki onu qoruyanlar və Allah Rasulü buyurub qiyamətə kimi bu din qalınacaq, bu qorunacaq bu din. Ola bilməz o itib getdi hamısı. Mümkün deyil. Ona görə də əlhamdülillah ki, bu günləri biz nə xurafat var, onlar hamısı Quran və sünnədən uzaq olandır. Və həmin o bidətlər çıxma səbəbi hamısı insanların mənfəəti idi. Özləri üçün mənfəət qəsd eləmək, kimisi dünya malını əldə etmək, kimisi şərəf, vəzifə əldə etmək. Hətta tacirlər, hansı ki mal satanlar özləri üçün qondarma hədislər çıxarıblar. Öz satdığı meyvəni, nə bilim, badımcanı satmaq üçün özlərindən qondarma hədislər qoyublar ki, insanları ona yönəltsinlər. Ona görə İbn Qayyim bu kimi qondarma rəvayətləri gətirənləri zikr edəndən sonra, o hədisləri zikr edəndən sonra nə deyir bu xurafatları gətirənlərə? Deyir ki, Allahın lənəti olsun onların üzərində. Tarix boyu o cür insanlar çıxıb, hansı ki hədislər uydururlar. Hətta məsələn xəlifələrin dövründə elə insanları edam edirdilər. Və ona dedilər ki, sən niyə görə bu qədər uydurdun? Mən gördüm insanlar Quran oxumurlar, Qurandan uzaqlaşırlar, başlayırdım uydurmağa hədislər. Peyğəmbərimiz buyurur ki, filan surəni kim gecə vaxtı 100 dəfə oxuyarsa, bu qədər savab gələcək. Nə bilim, filan ayəti belə yəni bu qədər. Və yaxud da müəllimin şilləsi, nə bilim, alimin nəyindən yaxşıdır. İnsanlar bu cür uydururlar. Və yaxud da nə bilim, Peyğəmbərimiz içki məclisinin yanından keçirdi. Keçəndə dedi nuş olsun, qaydanda gördük vurublar bir-birlərini, döküb öldürüblər, haram olsun. Yəni başladılar belə uydurmağa ki, insanları nə etsinlər? Aldatmaq məqsədi və s. Yəni insanları dində saxlamaq qəsd edərək hədis uyduranlar da olub və öz mənfəəti üçün hədis uyduranlar da olub. Bu demək deyil ki, din uydurma hədislərin içərisində itib yox. Allah Teala bu ümmət üçün kişilər seçib, hansı ki bu dini qoruyublar. Necə Quranı qoruyublar, eləcə də hədisləri də qoruyublar. Zəifini səhiyindən, qondarmasından, yalanından, yalançılardan seçiblər, ayırıblar. Necə Quranı qoruyub çatdırıblarsa bizə, həmin səhabələr, həmin hədis alimləri, həmin hədis raviləri hədisləri də o cür qoruyub,
əzbərləyib, məsafələr qət edib aylarla yeməyib, içməyib ki, Peyğəmbər s.ə.v-dən həmin o ravinin, həmin o hədisi eşidənin hədisini yazsın, saxlasın, səhliyinə çatsın, bilsin ki, doğrudur, yalancıdır, əziyyət çəkiblər. Allah Teala bu dini qoruyub kişilərlə, Peyğəmbər s.ə.v-dən sonra səhabələrlə, onların davamçıları olan alimlərlə, hədis alimləri ilə. Ona görə hədis elmi var. O məlumatlar, hansı ki, səhih məlumatlar sizdə yoxdursa, sizə çatmırsa, o demək deyil ki, yəni İslam dini təhrif olub, itib gedib. Yox, xeyr.